Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adı ilə. Salam əziz və dəyərli izləyicilərimiz, xoş gördük hər birinizi səhərin nəğməsində. Səhərin nəğməsi ilahi nəğməsidir. Bugün çox gözəl bir mövzu haqqında söhbət açmaq istəyirəm. Bugün sevimli müsəlman necə olmalıdır? Nə edək, necə edək sevimli olaq? Bu haqda söhbət açacağım. Təbii ki, başı vaxtı ilə sübh azanından sonra, amma sübh azanından öncə dəyərli bir vaxtdır. Ləhzələrin qədrini bilək, dua vaxtıdır, ibadət vaxtıdır. Allah Teala ibadət saatlərinizi, gözəl əməllərinizi hər birinizin ən uzaq şəkildə, ali şəkildə qəbul etsin inşallah. Əziz Peyğəmbərimiz buyurur, likulli şeyin zəkatun və zəkatul əbdan əs-siyam. Hər bir şeyin zəkatı var, bədənlərin zəkatı isə oruç tutmaqdır. Hər bir şeyin zəkatı var, yəni hər bir şey paçlanmalıdır. Zəkat paçlanmaq, təmizlənmək. Bədənin də paçlanması, təmizlənməsi oruç tutmaqla həyata keçir. Əlbəttə ki, oruç tutmağın ən önəmli faydası insanın ruhuna aiddir. Allah Teala Quran-ı Kərimdə buyurdu, mən orucu vacib etdim, sizin üçün oruc yazıldı, rəsmi oldu ki, təqvalı olasınız bəlkə bu minvalla. Yəni, sirkinlikdən uzaq qalasınız, ruhlarınız pak ola, ilahi xofu, Allah qorxusu qəlbinizdə olmaqla günahlardan, üsyandan uzaq qalasınız. Və bu minvalla pak olasınız, təmiz olasınız, ruhun təmizliyi orucluqda ən önəmli amaldır, ən önəmli məqsəddir, hədəfdir. Amma bədənin də təmizlənməsi, bədənin də sağlamlığı tibbi baxımdan orucun fəlsəfəsində yatıb və orucun fəlsəfələrindən biri kimi göstərilir. Əziz Peyğəmbərimiz də bunu dəfələrlə buyurardı. Sumu, təsihu, oruç tutun, sağlam qalasınız. Orucluq bədənin sağlığında da özünə məxsus rol oynayır. Nəzərə alsaq ki, İslam Peyğəmbərin öz hədisində buyurduğu kimi mədə bütün dərdlərin məkanıdır, mərkəzidir. İnsan oruç tutduqda bu mədə mexanizminin istirahəti bədəndə xüsusi bir aramlıq verir və insan o bədənə aid olan xəstəliklərdən eləyə bilər, qismən də olsa uzaq qalsın. Dediyimiz kimi, amma əsas orucdan məqsəd özümüzün düzəlməyimiz, əxlaqımızın gözəl olmasıdır. Söylədik, azandan sonraki mövzumuz necə sevimli olacaq? Müsəlman nə etməlidir ki, cəmiyyət içərisində, insanlar içərisində daha sevimli bir şəxsə çevrilsin? Çox psixoloji mövzudur, eyni zamanda dini qaynaqlardan kömək alıb bu mövzunu açıqlamağa çalışacaq. Amma ən önəmlisi biz təbii ki, uca Allahın yanında sevilməliyik. Elə etməliyik ki, Allahımız bizi daha artıq sevsin. Məqsəd odur. Amma əgər söyləyəndə insanların içərisində sevilək, məqsəd sevilmək insanların içərisində bəlkə də bizi Allahın yanında sevdirər. Bu prizmadan baxaq məsələyə. Amma Allah Taala'nın yanında nə edək, daha da sevilmiş olaq, Quran-ı Kərimin öz ayəsidir və bir mənadır, başqa da mənası yoxdur. İnnə əkrəməkum indəllahi ətqakum. Sizin içərisinizdə Allah Teala buyurur, ən əziziniz, ən sevimli olanınız təqvalarınızdır. Yəni, hər kim günahdan daha artıq uzaq qalır, hər kim Allah Teala'nın buyurduğu haramlardan uzaq qalırsa, o Allahın yanında daha sevimli olur, daha dəyərli olur. İstər kişi olsun, istər qadın olsun, millətindən, irqindən, dinindən, məzhəbindən asılı olmayaraq, insan pisliklərdən, çirkin əməllərdən uzaq qaldığı təqdirdə ilahi dərgahında daha seviləcək, daha sevimli bir şəxsə çevriləcək. Təbii ki, əgər Allah Teala da birini sevərsə, Allah Teala bir iş görər ki, onun sevgisi qəlblərdə olsun, onun sevgisi insanların ürəyində olsun. Deməli, əsas birinci kilidi heç bir zaman unutmayaq, Allah Teala'nın sevgisini qazanmış olaq.
başı vaxtı ilə sübh azanını eşitdikdən sonra necə sevimli olaq mövzusuna davam edəcəyik. بسم الله الرحمن الرحيم يا علي يا عظيم يا غفور يا رحيم أنت الرب العظيم الذي ليس كمثله شيء وهو السميع البصير وهذا شهر عظمته وكرمته وشرفته وفضلته على الشهور
وهو الشهر الذي فرضت صيامه علي وهو شهر رمضان الذي أنزلت فيه القرآن هدى للناس وبينات من الهدى والفرقان وجعلت فيه ليلة القدر وجعلتها خيرا من 1000 شهر فيا ذا المن ولا يمن عليك من علي بفكاك رقبتي من النار في من تمن علي وأدخلني الجنة برحمتك يا أرحم الراحمين. Allah Teala hər birimizin ibadət itaətlərimizi qəbul etsin inşallah. Mövzumuz necə sevimli olaq. İmam Sadiq əleyhissalam buyurur, Allah kömək olsun o şəxsə ki, özünü sevdirməyi bacarır. Təbii ki, azandan öncə söylədik ki, ən önəmlisi insan ilahi dərgahında, uca Allahın yanında sevilsin, o böyük Allahın yanında sevimli bəndə olsun. Amma onun kənarında insanların içərisində sevilmək Allaha xatir, Allahın buyurduğu əməllərlə, Allahın buyurduğu göstərişlər əsasında sevimli bir müsəlmana çevrilmək hər bir insanın təbii ki, eyni zamanda bir arzusudur. İslam dinində də önəmli göstərişlərdən biridir. Necə ki, söhbətimin əvvəlində İmam Sadiq əleyhissalamın duasını oxudum sizin üçün. İmam dua edir ki, Allah kömək olsun, Allah yar olsun o bəndəyə ki, özünü sevdirməyi bacarır. Amma necə edək? Hansı üslublardan istifadə edək? Hansı metodlardan, qaydalardan istifadə edək ki, eyni zamanda ki, dinimizə əməl etmiş oluruq, dinimizdən ilham alaraq bir sevimli bəndəyə çevrilmiş olaq, bir xoşa gələn, ürəyə yatan insana, şəxsə, şəxsiyyətə çevrilmiş olaq. Burada bir neçə qanunlar var ki, o qanunları hər zaman nəzərimizdə almalıyıq. İlk növbədə baxmalıyıq tarixə, istər həyatımızdakı yaşayışımıza, istər tarixdəki insanlara, o insanlar ki, cəmiyyətlər içərisində, millətlər içərisində, insanların içərisində sevilib, onları özümüzə örnək götürəcəyik. Onlar necə danışırdılar, necə yaşayırdılar, necə əyləşib, necə dururdular, necə söhbət edirdilər, necə dinləyirdilər, necə qulaq asırdılar. Onların rəftarından ilham alıb, onlar kimi olmaqla necə ki onlar sevilirdilər, insanların sevgisini də biz də o şəkildə qazana bilərik. Ən önəmli nümunə bizə təbii ki, Qur'an-ı Kərimin buyurduğu və göstəriş verdiyi İslam Peyğəmbəridir. Ləqəd kanə ləkum fi rəsulillah usvətun həsənə. Allah Teala buyurur, sizin üçün ən önəmli nümunə, ən gözəl nümunə, ülgü İslam Peyğəmbəridir, Rəsulullahdır. İslam Peyğəmbərinin yemək yeməsi, oturması, durması, həyat tərzi, yaşayışı, ibadəti, dostları ilə, ailəsi ilə rəftarı, hamısı bizə örnək olarsa, necə ki İslam Peyğəmbəri sevimli bir şəxs idi, necə ki ilk gəldiyi gündən, dünyaya gəldiyi gündən, Peyğəmbərliyə ilk yetişdiyi gündən bütün qəlbləri fəth etməyi bacardı, İslam Peyğəmbərinin yolunu davam etməklə eləyə bilərik, sevimli bir
şəxsə çevrilmiş olaq. İslam Peyğəmbəri kimi danışmaq, İslam Peyğəmbəri kimi rəftar etmək, əziz Peyğəmbərimizin hər bir əxlaqı, hər bir hərəkəti insanların qəlbini ovlayırdı. Xüsusilə əziz Peyğəmbərimizin insanlara qoyduğu hörmət, onları adı ilə səsləmirdi. Hörmətlə adlarını çağırırdı. Ərəb dilində künyə ilə səsləmək bir insanı hörmət əlaməti idi. Öz adı ilə yox. Məsələn, Əba Muhammed, Məhəmmədin atası, Əbal Həsən, Həsənin atası. Bu ünvanlarla, gözəl ünvanlarla insanlar xoşlayır ki, onları çağırdığımız zaman gözəl adlarla çağıraq. Bunu hamı bəyənir. Misal üçün, Həsən müəllim, Hüseyn müəllim, gözəl ünvanlarla, gözəl müraciətlərlə o müraciətlər insanların xoşuna gəlir. Xanımları xanım deyə müraciət etmək qadınlara. Bunlar hamısı insanın cəmiyyət içərisində hörmət qazandırar, insanı sevdirər. Əziz Peyğəmbərimiz şəxsiyyətlərə insan fərqi yox idi. Hər kim gəlirdisə onun yanına xüsusi hörmət edirdi ona. Əbasını belindən mübarək çiyinlərindən çıxardıb, şəxs əgər məsciddə otururdu quru yerdə, tez əbasını çıxardıb atardı onun ayağının altına ki, götür əbanın üstündə otur, quru yerdə oturma. O əzəmətdə Peyğəmbər, o ülvi məqam, bütün Peyğəmbərlərin sonuncusu öz əbasın, o təbərrüklü, bərəkətli əbasın atır şəxsin ayaqları altına, əyləş, diz üstə, quru yerdə oturma. Bu sevdirirdi Peyğəmbəri. Peyğəmbər baxışlarında fərq qoymurdu səhabələrin arasında. Elə baxırdı ki, hamıya qıraqdan gəldiyi zaman hamı Peyğəmbərin ədalətini hiss edirdi. Hamı hiss edirdi ki, Peyğəmbər hamını sevir. Hətta Peyğəmbər elə rəftar edirdi ki, hamı özünün məxsus olmağını hiss edirdi. Hamı elə bilirdi ki, Peyğəmbər onu başqalarından daha artıq sevir. Bu, ən önəmli məqam. Elə rəftar edək ki, başqaları özəl olmaqlarını hiss etsin. Əgər bu özəlliyi insanlara verə biliriksə, onlardan da o sevgini, məhəbbəti qazanacaq. İlahi nəğməsini birlikdə eşidək, bu önəmli mövzumuza yenə davam edəcək. Necə sevimli olaq. İslam Peyğəmbəri əxlaqı ilə insanları özünə tərəf cəzb edirdi. Ədəbi ilə. Ən önəmli məsələlərdən də biri ədəbdir. Əxlaq dedikdə ümumi insanın xasiyyətləri nəzərə alınır. Xüsusiyyətləri, ruhunda olan xislətlər ki, ən ucadır və köklü fundamental bir məsələ sayılır. Amma bundan da daha zərif ədəb olur. Ədəb ərkan. Böyük gələndə ayağa qalxmaq, insanlara hörmətlə müraciət etmək, onlarla hörmətlə rəftar etmək, müəllimə hörmət etmək, qonşuya hörmət etmək, yəni daha incə məqamlar. Böyük yanında bəşdən danışmamaq, böyüyünün necə hörmətini saxlamaq, onu bilmək, dərk eləmək, ona görə
müraciət etmək, insanlarla müraciətdə onların şəxsiyyətini sındırmadan, tənqid etmədən, təklif edərək çıxış etmək. Baxın, önəmli məsələlərdən də biri çox diqqət etməliyik. Heç birimiz adət üzrə tənqidi sevmirik. Bunu bir mənalı şəkildə qəbul etməliyik. İnsan belə bir məxluqdur ki, ola bilər istisna insanlar tapılsın ki, tənqidə qarşı açıqdırlar. Amma adətən insanlar tənqidi yox, təklifi sevirlər. İnsanlarla müraciətimizdə tənqidlə yox, təkliflə çıxış edək. Deməyək, bu işin səhvdir. Deyək, belə etsən daha yaxşı olar. Bax, bu olur təklif. İnsanlar təklifi daha tez qəbul edirlər. Tənqid etdiyimiz zaman ola bilər, o bizə olan o sevgi əldən gedə. Amma sevgimizi də saxlamaq istəyiriksə, bu özü də təsir qoymaq üçün önəmlidir. Ola bilər, bir nəfər deyək ki, lazım deyil mənə kimisə sevgisi. Yox, biz istəyirik təsir qoyaq cəmiyyətdə. Nüfuz sahibi olmaq üçün mütləq o sevgi də lazımdır. O ilahi bir hədəfə yetişmək üçün təbii ünsürlərdəndir və çox mənəvi bir lazımlı məsələlərdəndir. O insanların sevgisini saxlamaq üçün müraciətimiz tənqidlə yox, təkliflə olmalıdır. Əmr etməklə yox, xahiş etməklə olmalıdır. İnsanlara müraciət nə qədər bu şəkildə incə olarsa, o sevgi də onlar tərəfindən bizə daha artıq olar, daha görkəmli olar. Heç zaman bir insana onu gətir, bunu gətir, ged onu elə yox. Xahiş edirəm, lütfən, zəhmət olmasa müraciətləri ilə eləyə bilərik. Həm öz nə qədər ədəbli olmağımızı, nə qədər etik normalara düzgün şəkildə əməl etməyimizi və həm də onların sevgisini qazanmağımızı bacarmış olarıq. Bunlar çox-çox diqqətli məsələlərdir və vacib məqamlardır. Necə sevimli olaq sualının cavabında, qarşısında. Çox dəqiq məsələlərdən də biri gözəl dinləyici olmağımızdır. İnsan danışmağı sevir. Danışmaq da bəzən lazımdır. İnsan özünü tanıtdırmaq üçün, özünü sevdirmək üçün nitq qüvvəsindən də təbii ki, istifadə etməlidir. Həzrət Əleyhisselam buyurur, Əl-mər'u təhtə lisani. Kişi öz dilinin arxasında gizlənib. Danışdıqda insan tanınır, danışdıqda insanın şəxsiyyəti üzə çıxır. Çox önəmlidir. Amma danışmaqdan çox dinləmək qabiliyyətinə malik olmağımız daha vacibdir. Bu məsələnin izahını bir qısa fasilədən sonra sizinlə paylaşacağım. Necə sevimli olaq? Dedik, ən vacib məsələlərdən biri insanları dinləməyi bacarmağımızdır. Adətən dinləmək qabiliyyəti zəif olur bizdə. Qarşı tərəf danışdıqda onun sözlərinin arasına tez-tez girməyi sevirik. Qarşı tərəfdən daha çox özümüz danışmağı xoşlayırıq. Amma insanlar istəyir ki, onlar dinlənilsin, eşidilsin. Nə gözəldir ki, qarşı tərəf, istər ailəmiz olsun, istər dostumuz olsun, istər iş yoldaşımız olsun, istər bir müsəlman olsun, bir şəxs olsun, bir şəxsiyyət olsun, danışdıqda çox diqqətlə, sakitcəsinə göz baxışımız həmin şəxsdə olmaqla onu eşitmək, ona qulaq asmaq. Qarşı tərəf hiss etməlidir ki, biz onu dinləyirik, bizim fikrimiz ondadır. Biz ona hörmət qoyuruq, biz ona şəxsiyyət veririk. Amma belə olmadığı təqdirdə, tutaq ki, bir nəfər danışır, mən ora baxıram, bura baxıram, ya sözlərin arasında tez-tez danışıram, ya danışmasam da fikrim başqa yerdədir və gözümdə ifadə yoxdur. Onu qarşı tərəf hiss edir. Gözümdə ifadənin olmaması və ya o tərəfə, bu tərəfə baxmaqlarım və ya hər hansısa bir işlə məşğul olub, sən danış, mən səni eşidirəm, qulağım səndədir, bu insanı sevdirə bilməz. İnsanlar sevir ki, onlar danışdığı zaman nəinki insanın təkcə qulağı, insanın gözü, qulağı və bütün vücudu diqqəti onda olsun. Bu insanları
rahatlandırır. Mən danışıram, hiss edəndə ki, qarşı tərəf bütün vücudu ilə məni eşidir, səbəb olur ki, mənim qəlbimdə həmin şəxsə qarşı bir sevgi oyansın. Nə yaxşı dinləyicidir, nə yaxşı mənə qulaq asır, nə yaxşı mənim dərdlərimi eşidir, paylaşır, hətta bir söz demədən sakitcəsinə qulaq asıb, lazımınca yeri gəldiyi məqamlarda reaksiya göstərməklər, təəccüblənən yerlərdə təəccüblənmək, təsdiq olunmaq üçün bəzən xırda təbəssümlər, bunlar səbəb olur ki, qarşı tərəfə özümüzü sevdirmiş olaq. Bizim böyük şəxsiyyətlərimiz və böyük şəxsiyyətlərimizin də dərs aldığı peyğəmbər və məsum imamlarımız bu məsələyə daha artıq diqqət edirdilər. İslam peyğəmbəri nəinki dinləmir, hətta məsləhət belə alırdı. Allah Taala'nın göstərişində var və şavirhum fil əmr, işlərində məsləhətləş. İslam peyğəmbəri ki, məsumdur, məsləhətə ehtiyac yoxdur. Hər bir məsləhət uca Allah tərəfindən ona söylənilir. Amma məsləhətləşməklə həm bizə öyrədir ki, işlərinizdə məsləhətləşin çox-çox vacibdir, həm insanlara şəxsiyyət verir. Siz də öz fikrinizi deyin, siz də öz düşüncənizi deyin. Nə yaxşıdır ki, insan ailəsində bu işi görsün. Qadın kişidən, kişi qadından işlərində məsləhət alsın. Ata hətta övladlarından elə bilər məsləhət soruşsun. Mən atayam, mən anayam, bəli, ata-ananın böyük hörməti var. Amma nə gözəldir ki, atalar, analar o gözəl, böyük şəxsiyyətlərini daha gözəl şəkildə qorumaq naminə bəzən övladlarından da məsləhət alsınlar. Çox da gözəl olar, ailədə xüsusi mehribanlıq yaradar. Amma övladların ata-anadan məsləhət alması artıq bu daha da vacib bir məqamdır. İnsan iş yoldaşından məsləhətləşməyi, bunlar hamısı eləyə bilir, insanları bir sosial cəmiyyətə çevirsin və sevimli bir cəmiyyət olsun və sevimli bir insan olsun. Səhər duasını birlikdə eşidək, bir sıra çox vacib məqamlar var, onları sizinlə paylaşacağım. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allahümme inni es'eluke min bahaike bi abha ve kullu bahaike behi. Allahümme inni es'eluke bi bahaike kulle. Allahümme inni es'eluke min cemalike bi ecmele. وكل جمالك جميل. اللهم إني أسألك بجمالك كله. اللهم إني أسألك من جلالك بأجله. وكل جلالك جليل. اللهم إني أسألك بجلالك كله. اللهم إني أسألك من عظمتك بأعظمها. وكل عظمتك عظيمة. اللهم إني أسألك بعظمتك كلها. اللهم إني أسألك من نورك بأنوره. وكل نورك نير. اللهم إني أسألك بنورك كله. اللهم إني أسألك من رحمتك
برحمتك بأوسعها وكل رحمتك واسعة اللهم إني أسألك برحمتك كلها اللهم إني أسألك من كلماتك بأتمها Səhər duasını eşitdik. Gözəl duadır, ülvi duadır. Mövzumuz necə sevimli olaq, necə gözəl bir insana çevrilək ki, cəmiyyət tərəfindən sevilək. Təbii ki, təkrarlayırıq yenə əsas sevgi, ilahi sevgisini qazanmaq, Allahın sevgisinə nail olmaq, o məqama layiq olmaqdır. Amma ilahinin bizə olan göstərişləri elə məhz insanların içərisində də bizim sevilməyimizə əsas səbəb olacaq, əsas ünsur olacaq. O məsələlərdən biri ki, bizi sevdirə bilər cəmiyyət içərisində və çoxlu göstərişlər var İslam Peyğəmbərindən, Əhl-i Beyt əleyhissalamdan təbəssümlü olmaqdır. İnsanın təbəssümlü olması onu insanlar cəmiyyət içərisində sevdirir. Suyu şirin olmaq, gülərüz olmaq, gülümsəmək, gülüş, bunlar hamısı bəyənilən bir xüsusiyyətlərdir. İslam Peyğəmbəri ən ali dərəcədə bu məsələyə əməl edirdi. Hətta hədisdə var, İmam Sadiq əleyhissalam rəvayət edir, İslam Peyğəmbərinin əxlaqını vəsf edərkən Kanə Rasulullah izə həddəsə bi hədisin təbəssəmə fi hədisi. İslam Peyğəmbəri nəinki gülüş zamanı, hətta söhbət etdiyi zaman söhbətinin əsnasında belə təbəssüm edərdi. Söhbət edə-edə, təbəssüm edə-edə söhbət edərdi. Təbəssüm insanların qəlbini ovlamaq üçün ən gözəl bir ünsürdür. Eyni bu söz Həzrət Əli əleyhissalamdan mövcuddur. Buyurur, təbəssümlə insanların qəlblərini ovlayın. İnsanlar adətən xoş gülüş, xoş təbəssümlə rahatlanırlar. Onlara bir enerji bəxş olunur. Çalışaq insanlara enerji bəxş edək. Müsbət insan olaq. Bizim yanımızda olduqları zaman hiss etsinlər ki, şaddırlar. Hər kəs əgər belə bir məqama sahib olubsa, onun yanına gəlinəndə insanlar şad olunursa, deməli o insan nəinki təkcə sevimli insandır, o insan böyük şəxsiyyət olur. O insan ilahi dərəcəsində da böyük məqama malikdir. Bizim hədislərimizdə nə qədər söylənir? Başqalarını sevindirmək, onların üzərinə bir gülüş qondurmaq böyük savaba malikdir, insanın günahlarının bağışlanmasına səbəb olar və s. Ona görə təbəssümdən də yeri gəlmişkən istifadə edək. İslam Peyğəmbərinə və xas əxlaqlardandır. İslam Peyğəmbərimizi əgər özümüzə nümunə bilirsə, hər zaman gülərüz və təbəssümlü olaq, qaşqabaqlı olmaq heç də bəyənilən bir xüsusiyyətlərdən sayılmır və insanı da təbii olaraq cəmiyyətdə sevdirə bilməz. Bu məqamlara çox diqqət edərsə daha da yaxşı olar və təbii ki, öz xeyrimiz olar. Amma təbii olmağı da unutmayaq. Süni şəkil, süni rəftarlar insanlar üçün bəlli olur, hiss edirlər. Bacardığımız qədər təbii olmağa çalışaq, danışığımızda, söhbətimizdə, rəftarımızda nə qədər təbii olarıqsa, nə qədər səmimi olarıqsa, ilk növbədə bunu insanlar hiss edəcək. Özümüzə də xeyirdir, riya da etməmiş oluruq. Cəmaləddin Mövlana'nın nə gözəl bir sözdə var, buyurur, ya göründüyün kimi ol, ya olduğun kimi görün. Çox önəmli bu cümlədir. Ya göründüyün kimi ol, ya olduğun kimi görün. Yəni, necə varsansa elə ol, riyasız, ol, riyakarlıq etmə və riyakarlıq etdiyi zaman insan bəlli olur, bilinir, aşkar olur. Ona görə təbii olmağa çalışaq. Yəni, rəftarlarımız süni yox, tam təbii olsun ki, təbiilikdə, sadəlikdə bir gözəllik var ki, o gözəllik daha da artıq insanı sevdirə bilir və cəmiyyət içərisində
nüfuzlu şəxsiyyətə çevirə bilir. O məsələlərdən ki, çox diqqət etməliyik, sevimli bir insana çevrilmək üçün yaxşılıq etməliyik başqalarına. Nə qədər bacarıqsa hörmət etməliyik, nə qədər bacarıqsa intizarımız olmadan sevməliyik. Başqasını sevirəm, qarşılıq gözləmədən, hörmət edirəm, qarşılıq gözləmədən, gözəl rəftar edirəm ondan, qarşılıq gözləmədən. Bu, davamlı şəkildə olarsa, insanlar bunu hiss edəcək və onların məhəbbətini qazanmış olacaq, onların sevgisini qazanmış olacaq, qarşılıqlı sevgili olacaq, amma qarşılıq gözləmədən bizim sevgimiz başqasına olmalıdır, hörmətimiz olmalıdır, onlara yaxşılıq etməliyik. Yaxşılıqla insanların qəlbini daha artıq tez ovlamaq olur, onların sevgisini qazanmaq olur. Təbii ki, yaxşılıqlar hamısı Allaha xatir olmalıdır. Bu dediyimiz işlər istisnasız olaraq Allaha xatir olmalıdır. Həzrət Əli əleyhissalam buyurur ki, yaxşılıq etməklə, Həzrət Əlinin kəlamı, yaxşılıq etməklə azad insanları özünüzün əsiri edin. Əsir edin özünüzə. Yaxşılıq etməklə azad insanları özünüzə əsir edin. Nə deməkdir bu? Yəni, normalda hamı azaddır, insan azaddır. Amma sən ona yaxşılıq etdikdə o sənin əsrin olur. Necə əsrin olur? Sənə bağlı olur, ürəyini sənə verir. Sənin dalında durur, səni müdafiə edir, fikri zikri sən olur. Əgər doğrudan da mərd insandırsa, layiqli insandırsa, yaxşılıq əvəzini çıxmaq istəyir. Çünki sən bir yaxşılıq etdin, onun məhəbbətini aldın, ovladın. Yaxşılıqla qəlbləri daha da tez almaq olur, qəlbləri ovlamaq olur. Bu səbəbdən bizim hədislərimizdə də çox söyləyirlər, dua şəklində. İlahi, zalimin əli ilə mənə yaxşılıq etmə ki, mənim qəlbimdə həmin zalıma qarşı məhəbbət yaranmasın. Zalimin əli ilə ilahi mənə yaxşılıq etmək ki, yəni mənə yaxşılıq edirsənsə özün et, yaxşı insanların əli ilə yaxşılıq et. Zalim əgər mənə yaxşılıq edərsə, nə bağda mənim qəlbimdə ona qarşı məhəbbət yaranar. Bu bir qanundur. İnsana yaxşılıq olduqda avtomatik şəkildə həmin şəxsə qarşı qəlbində, ürəyində bir məhəbbət hissi yaranır. Ona görə Allaha xatir yaxşı işlər görək, yaxşılıq edək, insanların da nəticə etibarilə məhəbbətini bu şəkildə qazanmış olarıq. Bu məhəbbətlər damısı ilahi yolunda inşallah öz əhəmiyyətini göstərər. Quran-ı Kərimin 30-cu cüzvünün surələrindən birinin təfsirini eşidirik, sonra söhbətimizə davam edəcəyik. Bismillahirrahmanirrahim və bihi nəstə'in və sallallahu ala Muhammedin və alihi tahirin. Ramazanlıq mübarək ay Qur'anın nazil olduğu aydır və Qur'an bənziyir bir möhkəm ipək, bir ucu Allahın əlindədir və bir ucu bu cəmaətin və möminlərin və müsəlmanların və Qur'an nazil olan şəxslərin əlindədir. Bu ipi gərək möhkəm tutub Allaha çatmaq. Bu mənadır ki, yəni Qur'anı düzgün başa düşüb və Qur'ana düzgün əməl eləmək lazımdır. Söhbətimizin mövzusu budur ki, Qur'anın surələrinin nazil olduğu haqqında və bəzi dərslər bu surələrdən örgəşək. O surələrdən biri Fil surəsidir ki, Qur'anın 105-ci surəsidir, 120 surədən və 5 ayəsi var. Məkkədə nazil olub bu surə. Bu surə işarə edir nazil olmaq şə'nində haqqında buna ki, 6-cı əsrdə Yəmən ölkəsində şahlardan biri Əbrəhə adlı idi ki, bu Yəməndə bir dənə özü üçün, cəmaət üçün ziyarətgah və İslam məbəd düzətmişdi, ibadətgah düzətmişdi mərmər daşlardan ki, cəmaətə fərman vermişdi ki, cəmaət gəlsinlər, ona ibadət etsinlər və ona sığınsınlar. Bir ərəb gəldi, gördü cəmaət bu daşlara sığınıblar, bu daşlara ibadət edirlər. Dedi, bunlar nədir, bu nə söhbətdir? Öz başda durmusunuz, bu mərmər daşlara ibadət edirsiniz, sığınırsınız. Bu xəbər, bu səs getdi, Əbrəhənin qulağına yetişdi ki, bir ərəb gəlib bu sözləri deyir, yəni demək olar, bizim bu ibadət edədiyimiz daşlara təhqir edir.
Bunu tutdular və bunu bir növ cəzalandırmaq üçün fərman verdi ki, fillər ləşkəri ordusu düzəltsinlər, filə səvar olsunlar, neynəsinlər, gəlsinlər Məkkədə olan Kəbə-i müqəddəsəni, müqəddəsi ki, Allahın fərmanı ilə düzələn evdir, İbrahim Peyğəmbərin əli ilə bərpa olan evi dağıtsınlar. Ki, burada çoxlu dağıtsanlar vardı ki, və axırda buraya yetişdi ki, Məkkə cəmaatı gördülər ki, bu ləşkərin, bu ordunun, bu cəmaatın qabağında dayanmaq olmaz. Allah gördü ki, gərək öz evini, öz fərman verdiği evi ki, Kəbə adlı Allah ammımıza qismət eləsin oranın ziyarətini, fərman verdi ki, Allah bunlar yetişməmişdən Məkkəyə və bir sıra hala quşlara qaylan quş deyirlər, bəzi xırda quşlar adı ilə ayaqlarında və yaxud dillərində bir xırdaca daşlarla gəldilər, bu ordunu, bu qüvvələri dərbə dağım elədilər. Quran buyurur ki, aya Peyğəmbərimizə buyurur, Ələ Bismillahirrahmanirrahim, Ələm tərə keyfə fəalə Rabbukə bi əshabil fil, Ələm yec'əl keydəhum fi təzlil və ərsəl aleyhim bayran əbabil, tərmihim bi hicarətən min siccil fəcələhum kəəsfin mə'kul. Görmədin, orada deyərlər ki, cəmaatın elə bir gözünün qabağındaydı bu iş olan. Çünki tamamı cəmaat xəbərdar oldular bu hadisədən ki, quşlar vasitəsilə Allah öz qüdrətini bildirdi. Quşların dimdiyində olan, indi və yaxud ayağında çoxlu deyilə olan dimdiyində bu balaca daşlarla bu ordunu, bu ləşkəri, bu filə səvar olanları dərbə dağım elədi. Quran buyurur, elə bir ki, doğranmış samanlar kimin yerə sərildilər, tikə-tikə oldular, aradan getdilər. Doğrudan doğrusu bu bizə böyük dərsdir bu Qur'anın, bu surəsi, bu Fil surəsi ki, tamam cinayətkarlar, müşriklər, zalimlər gərək bilərlər ki, Allahın qüvvəsinin qarşısında, Allah qarşısında heç vaxt eləyənməzlər və öz fikirlərini həyata keçirsinlər. Və əgər Allahın rəhmi var ki, Allah hər cəhətdən mehribandır, amma Allahın qəhri də var, qəzəbi də var. Allah biz öz qəhrinə düçar eləməsin, Allah heç kəsi öz əzabına, qəhrinə düçar eləməsin. Və bunu da bilməliyik bu surədən ki, təhcə Allah elə orduları, bir sıra insanlar deyir, görürsən ki, quşlar və daşlar vasitəsini eləyə bilər, böyük qüvvələri aradan aparsın. Bizlər də gərək inşallah bilək ki, Allahın həmişə fərmanında olaq və düşmənlər xüsusən bunu gərək bilərlər Allah düşmənləri ki, Allah fərmanından çıxmaq mümkün deyil. Ola bilsin Allah bir az möhlətlər də verə, amma bir son müddətlərdən sonra heç vaxt Allahın düşmənləri heç vaxt eləyənməzlər, öz fikirlərini, öz ideyalarını həyata keçirsinlər. Ümidimiz budur ki, biz Allahın bu ipinə əl vurmaqlıqla, tutmaqlıqla Allaha tərəf gedək inşallah və Allahın fərmanında olaq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuh. Quran-ı Kərimin 30-cu cüzünün kiçik surələrinə olan, amma böyük mənalara malik olan Fil surəsinin təfsirini, şərhini eşitdik. Əbrəhə qoşunundan danışıldı. Əbrəhə qoşunun ən böyük problemlərindən biri onların təkəbbürü idi. Lovğalıqları, özlərindən razılıqları idi. Və o səbəb oldu ki, Allah sındırsın. Allah lovğaları sındırır. Allah təkəbbür edənləri sındırır. Allah özlərini dartan, özlərindən razı olan insanları sındırır. Həm dünyada, həm ahirətdə. Hətta rəvayətdə var ki, ahirət günündə o təkəbbür edən insanlar, özlərindən razı, lovğa insanlar qarışqa şəklinə düşərlər və ayaqlar altında qalarlar, kitsilərlər, mənası budur. İmam Sadiq əleyhissalam buyurur, təkəbbür insanı, lovğa insanı sevməzlər. Mövzumuz necə sevimli olaqdır. İmam Sadiq əleyhissalam buyurur, təkəbbür insan sevilməz. Ona görə sevilmək üçün ən lazım olan məsələlərdən də biri hər zaman təvazükar olmağı bacaraq. Təvazükarlıq çox gözəl bir şeydir. Məxsusən hədisdə var ki, mən təvazə lillah rəfəhullah. Hər kəs Allaha xatir təvazükarlıq edərsə, Allah onu ucaldar. İnsan təvazükarlıq edir, özün kiçik tutur. Amma Allaha xatir olduğuna görə Allah təala onun əlindən tutur, onu qalxızır, onu ucaldır.
həm ilahi dərəcəsində ucalır, həm cəmiyyətin gözündə ucalır. Ümumiyyətlə, insanlar təvazükar insanları sevirlər. Hər kəs qarşısındakı insanın təvazükar olduğunu gördükdə ürək açılır, sevinir, ona xoş təəssürat verir. Ona görə təkəbbür etməklə insanların sevgisini özümüzdən uzaqlaşdırmayaq, lovğalıqla, özümüzü dartmaqla, özümüzdən razı qalmaqla. Ola bilər elmimiz çox olsun, ola bilər hətta müəyyən hünərlərimiz olsun, müəyyən bacarıqlarımız olsun, pulumuz çox olsun, sərvətimiz çox olsun, ya ağır bir nəsildən olaq, ümumiyyətlə hər bir şey ola bilər ki, bizim üçün bir mənada o cəmiyyət içərisində dəyər sayılsın, avantaj sayılsın. Amma bu o demək deyil ki, biz ona görə özümüzü dartaq, özümüzdən razı qalaq. Mən çox bilirəm, danışanda nə böyük sayam, nə kiçik sayam, oturan misal üçün söhbət etdikdə məndən yaşda böyük insanlar var, ağsaqqallar var, müəyyən təcrübəli insanlar var, hamısına yuxarıdan aşağı danışmaq, bax, bunlar insanı sevdirməz. Bunlar nəinki insanı sevdirməz, o sevgini də insandan yavaş-yavaş uzaq salar. İnsan özündən də, qəlbindən də sevgi çıxar və başqaları da ona qarşı sevgi bəsləməz. Bir-birimizi sevməliyik, bunun da kökündə bir-birimizə hörmət durur, qarşılıqlı hörmət durur. İnsanlarla hörmətlə rəftar etmək, hörmətlə müraciət etmək. Həzrət Əli əleyhissalam buyurur, kullu şeyin yəhtacu iləl-əql vəl-əqlu yəhtacu iləl-ədəb. Hər bir şeyin ağla ehtiyacı var. Hər bir şey ağıl kontrolündə olmalıdır, ağılın nəzarətində olmalıdır, ağıldan kənar olmamalıdır. Ağlın nəyə ehtiyacı var? Həzrət Əli əleyhissalam buyurur, ağlın da ədəb-ərkana ehtiyacı var. Yəni, ağıl ki, bu əzəmətlə varlıqdır, ilahi xilqətidir, onun da bir ünsürə ehtiyacı var, o da ədəbdir. Ağıl hər zaman ədəbə möhtacdır. Ədəb daha kökdür, köklü məsələdir. İnsanda ədəb olduqda ağıl da düzgün şəkildə işləyir. Dərin mənadır bu hədis. Əslində açıqlanmalıdır, geniş müzakirə ehtiyacı var, hər bir şeyin ağla ehtiyacı var, ağlın ədəbə ehtiyacı var. Hədisi özü çox dərin mənalı hədisdir, amma ən azından ədəbin nə qədər ciddi bir məsələ olduğunu, ədəbli olmağın, ədəb ərkanlı olmağın, mərifətli insan olmağın, bunlar insanı cəmiyyətdə sevdirər, insanı cəmiyyətdə uzaldar. O məsələlərdən biri ki, yenə də çox diqqət etməliyik, dilimizdir. Dilimizə sahib çıxmaq. Hətta qeybət böyük günahdır, yalan günahdır, lağ eləmək başqasının günahdır, nalayiq sözlər demək günahdır. Bunlar günahdır. Bunlar nəinki insanı sevdirər, sevdirməz mövzusundan ayıraq, cəhənnəmə oduna aparar insanı. İnsan ahirətini nabud eləyər. Hətta danışmaq belə çox olarsa, hətta danışdığın söz, mənəviyyat belə olsa, o insanı sevdirməz, çox danışılarsa. Həzrət Peyğəmbər İslam buyurur, ya Əbazər, ey Əbazər, mənəvi söz belə olsa az danış. Ola bilər deyəsən, mən Allahdan deyirəm, Peyğəmbərdən, Qurandan, imamdan deyirəm. Eybi yox. Çox danışmaq insanın sözünün də dəyərini aradan aparar. Səbəb olar ki, insana olan o sevgi də itsin. Az, konkret, dəqiq, bu daha gözəldir. Önəmli olan sənin sözünün dəqiq olması, sənin sözünün yerli yerində olmasıdır. Bu insanı daha da sevdirər, insanı müasir dildə desək, karizmatik bir insana sevirər və İslam Peyğəmbərinin də buyurduğu bir kəlamdır. Ya ey Əbazər, mənəvi sözdə olsa az danış. Mühüm olan sənin sözünün nüfuzudur, sözünün qəlblərə oturmasıdır, ona daha artıq diqqət yetirmək lazımdır. Mübarək Ramazan ayı dualar ayıdır. İnşallah dua etməklə ilahinin ən önəmli budur, sevgisini qazanaq. Vacib olan məqam təbii ki budur. Əbu Həmzə Somali duasının elə şərhini birlikdə eşidək, sonra qayıdıb o neçə dəqiqə yenə sizin qulluğunuzda olacaq.
أين عطاياك الفاضلة أين مواهبك الهنيئة أين صنائعك الثنية أين فضلك العظيم أين منك الجسيم أين إحسانك القديم أين كرمك يا كريم یا حلیم و یا کریم و یا حی و یا قیوم یا غافر الذنب یا قابل التوب. Bu duada İmam Səccad əleyhissalam iki uslubla bizə öyrədib Allahla danışmağı. Bəzən bəndədən başlayır, Allaha yetişir. Bəndə öz zəifliğindən deyir, öz cəhalətindən deyir, özünün kimsəsizliğindən deyir, yetişir Allahın əzəmətinə, Allahın cəlalətinə. Bəzən əksinədir. Allahın əzəmətindən başlayır, özünün günahlılığında ibarətləri danışır. Bu ibarət bu fəqərədə beləncidir. Başlayır Allah-u Teala'nın əsma-i husnasını, gözəl adlarını bir çağırır. O gözəl adları ki, aiddir insanın bağışlanmasına. Ey Səttar, yəni örtən günahları, ya Halim, ey səbr eləyən və dözən, ya Kərim, ey kərimcəsinə rəftar eləyən və kiçik günahları, balaca günahları insanın üzünə vurmayan, ya Hayy ya Qayyum, ey Hayy, diri, ey Qayyum, hər şey ona bağlı, ya Gafirəz zənb, ey günahı bağışlayan. Bunları deməklə bilirsiniz ki, insan bu xatirə ki, məqsədinə çatsın, bəzən özünün əməli var. Əməli ilə çatar məqsədinə. Bir nərdivan kimin çıxar. Bəzən əməli yoxdur. Bir ip tapar, o ipin vasitəsi ilə çıxar üstə, şəfaəti olar. Əməli də olmasa öz şəfaəti ilə. Bəzən insan bir sıra başqa çalışmaları ilə, zəhmətləri ilə yetişə bilər məqsəddə. Amma bu fəqərədə İmam Səccad əleyhissalam buyurur ki, bar ilaha, mənim heç nəyim yoxdur. Fəqət bir şeyim var, onunla yapışıram gəlin məqsədimə. O da sənin əsmandır. Mən əsma-i husna ilə, Allahın gözəl adları ilə Allaha yaxınlaşıram və öz sərmayəm bu yolda sənin həlimliğindir, sənin kərimliğindir, sənin səttarlığındır, sənin qəffarlığındır. Allah, ləənnəkə əhlü təqva vəl-məğfirə. Allah-u Teala, sənsən təqva əhli. Yəni, bu iki təqva eliyaq, bu əhli sənsən, məğfirət əhli sənsən. Yəni, bu iki bağışlayasən başqa insanları, bu sənsən, bu sifətlər sənindir. Buna görə mən gəlirəm sənin qapıva. Ya Halim, ya Kərim, ya Hayy, ya Qayyum, ya Gafir. Əbu Həmzə Somali duasının bir qismətlərinin şərhini bugün də eşitdik, hər gün olduğu kimi və Əsmaül Hüsna, Allahın gözəl adlarından ad aparıldı. İnşallah bir gün qismət olsa elə məhz bu mövzuda Əsmaül Hüsna, Allahın gözəl adları haqqında geniş söhbətimiz olar, xüsusi bir mövzu vaxtı açarıq. Amma bugünkü mövzumuz necə sevimli olaq. Necə sevimli olaq da bir vacib məqamlardan da ki, diqqət olunmalıdır.
insanın səliqəli, təmiz olmasıdır. Bu haqda biz bir veriliş xüsusi söhbət etdik. Səliqəli olmaq, tərtəmiz olmaq, ətirlənmək, bunlar insanı sevdirir. Yəni bir məsələlərdən ki, insan eləyə bilər başqalarının diqqətini müsbət mənada özünə cəlb etsin, cəzb etmiş olsun, onun təmizkar, səliqəli olmalıdır. Bu da çox vacib bir məqamdır. Digər məsələlərdən ki, insan hər zaman o məsələyə çox önəm verməlidir, sədaqətli olmasıdır. İnsan, bir daha söyləyirik, sədaqətli, səmimi, təbii olarsa, o daha da sevimli olar. Hər zaman əlbəttə rəsmi olmaq da bəyənilmir. Rəsmi olmaq yeri gəlmişkən insan iclaslarda, xüsusi məclislərdə insan rəsmi olur. Amma hər zaman rəsmi olduqda insan sevilmir. İnsan bəzən rəsmiyyətdən çıxarsa, o daha da insanı sevdirə bilir. İslam Peyğəmbərin həyatında görürük ki, bəzi hallarda əmmamə başına qoymadan çölə çıxırdı. Əmmaməsiz çölə çıxırdı, rahat. Yəni, o onun sadə, o şəkildə, səmimi şəkildə insanlar içərisində çıxması daha da onu sevdirirdi. Baxın, biz bunu cəmiyyətimizdə də görürük. Rəsmi insanların bəzən sadə, səmimi şəkildə rəftar etmələri onları sevdirir. Bu da onu göstərir ki, insanlar səmimi olmağa və sadəliyə daha çox önəm verir, daha çox o vasitələrlə qəlbləri fəth etmək olur. Çalışaq hər zaman qəlbləri müsbət əməllərimizlə, gözəl əməllərimizlə fəth etmiş olaq. İslam Peyğəmbəri əvvəldən, əzəldən o əxlaqı ilə, o gözəl ədəbi ilə fəth etdi. Nə pulu ilə, nə iqtisadiyyatı ilə. Əsas ədəb, əsas əxlaqdır. Əlbəttə, insanın elmi çox olarsa, özü cəlb edicidir. Qüdrət, hər bir sahədə qüdrət varsa, orada bir cəlb edicilik var. Ola bilər biri elmi ilə, biri bədənin gücü ilə, biri pulu ilə, hamısında bir cəlb edicilik var. Amma heç biri insanın gözəl xasiyyəti qədər deyil, gözəl əxlaqı qədər deyil, gözəl ədəbi qədər deyil. Hamı bunu bacarır. Ola bilər biri desin, mənim pulum yoxdur, amma ədəb ki olar. Elmim yoxdur, amma ədəbin ki olar. Ədəb belə bir şeydir ki, insan biraz özünə zəhmət versə, o gözəl ədəbə sahib olar, gözəl əxlaqa sahib olar və bu da onu cəmiyyət içərisində daha artıq sevdirər. Bir daha təkrar edirəm, qayıdıram səmimi və təbii olmağımıza. Səmimiyyət, təbii şəkildə rəftarlar çox vacibdir. İnsanları əgər doğrudan da müsbət mənada cəlb etmək istəyiriksə, onların sevgisini qazanmaq istəyiriksə, sədaqətlə, səmimi sədaqətlə bu məsələni əldə etməyə çalışacaq. Bəzən təəssüflər olsun ki, müəyyən vasitələrlə insanları özümüzə cəlb etməyə çalışırıq. Bunlar heç də doğru deyil. Misal üçün mən deyim, mən yuxuda Peyğəmbər gördüm, imam gördüm, mənə belə ad verdilər, belə dedilər, məni belə səslədilər, mənə belə hörmət oldu, İmam Zaman əleyhissalam məni belə çox istəyir, mənə belə diqqət var. Bu cür sözlərlə insanları aldatmaq ki olmaz. Bir gün mütləq insanlar bizim sədaqətsizliyimizi düşünəcəklər. Çalışaq doğruluğumuzla, sədaqətlə, Əhl-i-Beyt əleyhissalamın adından istifadə etməklə yox, Əhl-i-Beyt əleyhissalama xidmət etməklə, onların yoluna qulluq etməklə sözün əsl mənasında, yəni xidmətimiz onlara olmalıdır. Nəinki Əhl-i-Beytin vasitəsilə özümüzə xidmət edək. Bunu da bir gün insanlar ola bilsin ki, bu gün başa düşmürlər, amma sabah mütləq bunu düşünəcəklər, başa düşəcəklər. O səbəbdən əgər sevgi qazanmaq istəyirsə, sadiq şəkildə, sədaqətli şəkildə, doğru yolları ilə, təbii yolları ilə, Allah Taala'nın icazə verdiyi yollarla sevgi qazanmağa çalışaq. İnşallah hər zaman ümid